Gəlin Qarabağın Çempionlar Liqasındakı o qəribə gecəsinə qısaca nəzər salaq. Yəni bir gecədə həm antirekordunu təzələyirsən, həm də Azərbaycan futbolunda tarix yazırsan. Həqiqətən də tam bir acı zəfər. Deməli birinci məsələ, bu darmadağın. Qarabağ Liverpoola düz 0-6 hesabı ilə uduzdu. Və bu sadəcə bir oyun değildi, bu klubun Avropa tarixindəki ən böyük hesablı məğlubiyyəti idi. Yəqin xatırlayırsınız, 2017-ci ildə Chelsea ilə də eyni şey olmuşdu. İkincisi və əsl hekayədə məhz budur, tarixi bir uğur. Baxın, bu ağır məğlubiyyətə rəğmən Qarabağ ilk dəfə olaraq Çempionlar Liqasının play-off mərhələsinə çıxdı. Bu, təkcə klub üçün yox, bütün Azərbaycan futbolu üçün bir ilkdir. Həm də bunu elə bir vaxtda etdilər ki, Napoli və Ajax kimi komandalar artıq turnirlə vidalaşmışdı. Və nəhayət, bəs indi rəqib kim olacaq? Play-offda işlər təbii ki, daha da ciddiləşir. Söhbət PSG və ya Newcastle kimi Avropa nəhənglərindən gedir. Amma bilirsiniz, Qarabağ bu mövsüm elə bir əzmkarlıq göstərdi ki, rəqibin kim olmasından asılı olmayaraq onlara qarşı oyunun asan olmayacağı dəqiqdir. Beləliklə, o 0-6 hesabı bəlkə də yaddan çıxacaq, amma Qarabağın adını play-offa yazdırması Azərbaycan futbol tarixində həmişə qalacaq.